Salam, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilər və əziz şagirdlər, bu videoda mən sizə ikinci hissə test toplusundan ehtimal nəzəriyyəsi və statistika bölməsindəki tapşırıqları izah edəcəm. Birinci tapşırıqdan başlayaq. İki zər atıldıqda üst üzə düşən xallar cəminin 5-ə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. İki zər atıldıqda bilirik ki, 6 vurulsun 6, 36 mümkün hadisə baş verir. Çünki bir zərin üzərində belə deyək 6 xal var. İki zər atıldıqda hərəsində 6 xal olduğu üçün 6 vurulsun 6, 36 mümkün hadisə baş verir. Əlverişli xallar sayı isə şərtə diqqətlə fikir veririk. Üst üzə düşən xallar cəminin 5-ə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, iki zərdə düşən xalların cəmi elə bir ədəd olmalıdır ki, həmin ədəd 5-ə tam bölünsün. Həmin ədəd ola bilər, yəni 5 özü, çünki 5-ə bölünməlidir və ola bilər 10 olsun, çünki 5-ə tam bölünməlidir. Zərin üzərindəki xallara fikir verərək, yəni biz bu qənaətə gəlirik ki, onların cəmi 5 və ya 10 ola bilər. Gəlin əlverişli xalların sayını tapaq. Tutaq ki, cəmi 5-ə bərabər olmalıdır. 5-ə bərabər olması üçün birinci zərdə ola bilən 1, ikinci zərdə 4 və yaxud birinci zərdə 4, ikinci zərdə 1, birinci zərdə 2, ikinci zərdə 3, birinci zərdə 3, ikinci zərdə 2 xalı düşə bilər ki, onların cəmi 5-ə bərabər olar və 5 ilə 5-ə tam bölünər. Və yaxud ola bilər ki, cəmi 10-a bərabər olsun, bu hansı hallarda baş verə bilər? Birinci zərdə də 5, ikinci zərdə də ola bilər ki, 5 xalı düşsün, cəmi 10-a bərabər olsun və yaxud birinci zərdə 4, ikinci zərdə 6 və ya birinci zərdə 6, ikinci zərdə 4 xalı çıxsa, onların cəmi 10-a bərabər olar və 10-dan 5-ə tam bölünər. Bu da bizim əlverişli halların sayıdır. Deməli, 7 ədəd əlverişli hal var. Bilirik ki, hadisənin ehtimalını tapmaq üçün əlverişli halların sayı mümkün halların sayına bölünür. Deməli, məxrəcimiz olur 36, surətimiz isə olur 7, ehtimalımız olur 36-da 7, yəni C variantı. İkinci tapşırığa baxırıq. İki zəri atdıqda düşən xalların hasilinin 6 olması hadisəsinin ehtimalını tapın. Deməli, bu zaman xalların hasili 6 olmalıdır. Xalların hasili nə zaman 6 ola bilər? Deməli, birinci zərdə 2, ikinci zərdə 3 xalı düşsə, əgər 2 vurulsun 3 6-ya bərabər olar və yaxud birinci zərdə 3, ikinci zərdə 2, sonra hasilin deməli 6 olması üçün birinci zərdə 1, ikinci zərdə 6 və yaxud birinci zərdə 6, ikinci zərdə 1 olsa, bu zaman düşən xalların hasili 6-ya bərabər olar. İki zəri deməli 1-2 atdıqda mümkün halların sayı 6 vurulsun 6, 36-ya bərabərdir. Əlverişli halların sayı 4 oldu. 36-da 4, bu da bərabərdir. 9-da 1-ə doğru cavabımız olur C variantı. Keçid alırıq üçüncü tapşırığa. A çoxluğunun elementlərinin sayı 23, B çoxluğunun elementlərinin sayı isə 11'dir. Onların ortak elementlərinin sayı 4'dür. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortak element olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə onların birləşməsini tapmaq lazımdır. A və B çoxluqlarının birləşməsinin elementlərinin sayı bilirik ki, A çoxluğunun elementi sayı üstəgəl B çoxluğunun elementinin sayı çıxılsın. Onların kesişməsinin elementlərinin sayı, yəni ortak elementlərinin sayı. Deməli, A və B çoxluqlarının birləşməsinin elementlərinin sayı bərabərdir. NA, yəni 23 üstəgəl NB, yəni 11 çıxılsın ortak elementi, yəni 4. Bu da bərabər olacaq 30. Bu birləşmədən təsadüfən bir element götürüləcək, həmin elementin də ortak element olması hadisəsinin ehtimalını tapın. Deməli, mümkün halların sayı 30'dur. 30 elementin içindən bir element götürüləcək. Həmin element də ortak element olmalıdır. Ortak elementlərin də sayı 4'dür. Deməli, 2'yə ixtisar etsək, məxrəc 15, surət 2, doğru cavabımız olur C variantı. Keçid alırıq dördüncü suala. Bir zər ardıcıl olaraq 2 dəfə atılır və zərin üst üzünə birinci düşən xalın ikinci düşən xaldan 2 vahid böyük olması hadisəsinin ehtimalını tapın. Deməli, burada zər 2 dəfə ardıcıl olaraq atılır. Birinci dəfə düşən xalın ikinci dəfə düşən xaldan 2 vahid böyük olması hadisəsinin ehtimalını tapın. Yəni, birinci dəfə düşən xal ilə ikinci dəfə düşən xalın fərqi 2 olmalıdır. Gəlin, bu hadisə üçün əlverişli hallara baxaq. Fərqi 2 olmalıdırsa, onda birinci zərdə 3, ikinci zərdə 1,
3'ten 1 çıxanda 2 edir. Birinci zərdə 4, ikinci zərdə 2, fərqi 2-yə bərabərdir. Birinci zərdə 5, ikinci zərdə 3 xalı düşməlidir. Birinci zərdə 6, ikinci zərdə 4 xalı düşməlidir ki, onların fərqi 2-yə bərabər olsun. Deməli, birinci zər üçün əlverişli halların sayı 4-ə bərabərdir. Məxrəc 6, bir zər atıldıqda deməli 6 mümkün hadisə baş verə bilər. 4 əlverişli hal olacaq, ya 3 xalı, ya 4, ya 5, ya da 6 xalı düşəcək. Yəni birinci zər üçün olacaq hadisənin ehtimalı 6'da 4. Və ardınca ikinci zər atılacaq. İkinci zərdə də 6 xal olduğu üçün mümkün halların sayı 6'ya bərabər olacaq. Bəs ikinci zər üçün əlverişli halların sayı nəyə bərabər olacaq? İkinci zər üçün əlverişli halların sayı 1 olacaq. Nəyə? Niyə görə? Çünki birinci zərdə əgər 3 xalı düşürsə, mütləq ikinci zərdə 1 düşməlidir ki, onların fərqi 2'yə bərabər olsun və məsələnin şərtini ödəsin. Və yaxud birinci zərdə 4 düşürsə, mütləq ikinci zərdə 2 düşməlidir ki, 4 çıxılsın ki, fərqi 2'yə bərabər olsun. Yəni ikinci zərdə 6 xaldan biri əlverişli hal olur. Ona görə də 6'da 4 vurulsun 6'da 1. Bu da bərabər olur. 2'ye ixtisar etse 3'də 2 vurulsun 6'da 1. 2 ilə də 6 gelsə məxrəc 9, surət 1. Yəni doğru cavabımız olur Y variantı. Keçid alırıq 5-ci suala. A çoxluğunun elementlərin sayı 21, B çoxluğunun 14, ortaq elementlərin sayı 7'dir və A və B çoxluqlarının birləşməsindən təsadüfən götürülən bir elementin A çoxluğuna aid olması hadisəsinin ehtimalını tapın. Yenə də biz əvvəlcə A və B çoxluqlarının birləşməsinin elementlərinin sayını tapırıq. 21'in üstünə 14 gəlir. Çıxarıq ortaq elementlərinin sayını, yəni 7'ni. Bu da bizə verir 35 97, yəni 28. Bu birləşmən elementlərinin sayı, yəni mümkün halların sayı 28'e bərabərdir. Çünki təsadüfən götürülən bir element A və B çoxluqlarının birləşməsindən götürülən elementdən söhbət gedir və həmin element də A çoxluğuna aid olmalıdır. Yəni əlverişli halların sayı 21'dir. Bunlar da 7'ye ixtisar etsə məxrəc 4, surət 3. Bu da bizə A variantında verilir. Keçid alırıq 6-cı suala. Bir mağazada müəyyən miqdardan artıq alışveriş edən müştərilər birinci çarxı 2 dəfə fırladır. Hər fırlanma nəticəsində çarxın oxu bir rəqəmin yerləşdiyi sifri göstərir. 2 fırlanma nəticəsində toplanan xal 6'dan kiçik olmadıqda müştəri ikinci çarxı fırladaraq düşən hədiyyəni qazanır. Birinci çarxı fırladan müştərinin ütü qazanması hadisəsinin ehtimalını tapın. Deməli, söhbət nədən gedir burada? Bir mağazada müəyyən miqdardan artıq alışveriş edən müştəri üçün hədiyyə qazanmaq şansı olur. Bunun üçün 2 çarxı var. Əvvəlcə müştəri gəlir, birinci çarxı fırladır. Bir-birinin ardınca 2 dəfə fırladır birinci çarxı. Düşən xalların cəmi 6'dan kiçik olmadıqda onun ikinci çarxı fırlatmaq şansı yaranır. İkinci çarxı da fırladaraq oradan deməli ütü qazanmaq yəni şansı olur. Əvvəlcə birinci çarxdan başlayaq. Birinci çarxın üzərindəki ədədlərə fikir verin. 0, 1, 2, 3. Yəni xalların qiymətləri kiçikdir. Onları topladıqda, yəni 2 dəfə fırlatdıqda toplanan xal 6'dan kiçik olmadıqda, yəni 6'ya bərabər ola bilər. Toplanma xalların sayı bir bərabər olmalıdır da, ən kiçik halda 6'ya bərabər olmalıdır. Çarxın da üzərində ən böyük rəqəm 3'dür. 3'dən 3'ü toplayanda 6'ya bərabər ola bilər. Deməli, belə çıxır ki, birinci çarxı 2 dəfə fırlatdıqda da 3 xalı düşməlidir. İkinci dəfə fırlatdıqda da 3 xalı düşməlidir ki, 3 üstə gəlir 3 6'ya bərabər olsun və şərti ödəsin. Deməli, birinci dəfə 3 xalının düşmə ehtimalı olacaq 4'də 1. Çünki çarxın üzərində 4 rəqəm var. Onlardan da biri 3'dür. İkinci dəfə fırladanda da yenə də 3 xalı düşməlidir. Yenə də 3'ün düşməsi ehtimalı 4'də 1. Bir-birinin ardınca baş verən hadisələrdə 4'də 1 vurulsun 4'də 1 olur. Ehtimalımız 16'da 1. Və sonra keçirik ikinci çarxa. İkinci çarxda 6 hissəyə bölünüb, ikisinə ütü yazılır. Deməli, ütü çıxması ehtimalı da bərabər olur 6'da 2'yə. Deməli, 16'da 1 vurulsun 6'da 2. 2 ilə də 6'da ixtisar etsək, məxrəc 3 qalır. O 48'də 1 ehtimal, çünki ardıcıl baş verən hadisələrdir. Ehtimalların vurulmasına aiddir. Cavabımız olur 48'də 1, yəni A variantı. 7-ci suala baxırıq. İlk 14 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapır. Deməli, ilk 14 natural ədədin içində söhbət
sadə ədədlərdən gedir. Sadə ədədlər burada hansılardır? 2, 3, 5, 7, deməli 11 və 13. 2, 4, 6. Məxrəcimiz 14'tür çünki ilk 14 natural ədədin içindən seçilir və 6 əlverişli halları sayılır. 2 hesab etsək olacaq 7'də 3, yəni B variantı. 8-ci suala baxırıq. İki zəri birgə atdıqda düşən xalların fərqinin 3 olması hadisəsinin ehtimalını tapın. Yəni xalların fərqi 3 olmalıdır. Məsələn, birinci xalda 4, ikinci xalda 1 olsa, düşən xalların fərqi 3 olar. 4 çıxılsın 1 3'ə bərabərdir. Və yaxud tərsinə də ola bilər. Birinci xalda 1 olsun, yəni birinci zərdən deməli 1 olsun, ikinci zərdə 4 olsun, fərqi yoxdur. Yenə də çıxanda 3'ə bərabər olur. Birinci zərdə 5, ikinci zərdən 2 və yaxud tərsinə birinci zərdə 2, ikinci zərdə 5, birinci zərdən 6, ikinci zərdə 3 və yaxud birinci zərdə 3, ikinci zərdə 6. Deməli, 2, 4, 6 əlverişli halımız var. 2 zəri birgə atdıqda 36 mümkün hadisə var. 36'da 6 da bərabərdir. 6 da 1'ə, yəni doğru cavab olur D variantı. Keçirik 9-cu suala. 2 zəri birgə atdıqda düşən xalların fərqinin 1 olması hadisəsinin ehtimalını tapın. Oxşar sualdır. Bu zaman xalların fərqi 1 olmalıdır. Deməli, birinci zərdə 2 ola bilər, ikinci zərdə 1 və yaxud 1, 2 və yaxud 3, 2, 2, 3 və yaxud 4, 3, 3, 4 fərqin deməli 1 olması üçün 5, 4 ola bilər, 4, 5 ola bilər və yaxud 6, 5 və 5, 6 ola bilər ki, onların fərqi 1'ə bərabər olsun. 2, 4, 6, 8, 10 əlverişli halımız var. Bu da bizə 36'da 10 verir. 2 hesab etsək 5, 18, 9 cevabımız olur. A variantı. Keçid alırıq. 10-cu suala. Bir 10 parçasına daxil olan natural ədədlər arasından təsadüfən götürülmüş ədədin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, sadə ədədlər olacaq 2, 3, 5, 7, deməli 8, 9, 10 mürəkkəbdir. Bizdən sadə soruşur. Bir 10 parçasında 10 mümkün hal var. 2, 4 əlverişli hal var. Bunda bizə 10'luk kəsirdən verir. 0,10'dadır. Doğru cavabımız olur. D variantı. 11-ci tapşırıq 1, 14 parçasından təsadüfən götürülmüş natural ədədin mürəkkəb ədəd olması hadisəsi. Mürəkkəb ədədləri yazaq. 4, 6, 8, 9, 10, 12, 14 olacaq mürəkkəb ədədlər. Mümkün halların sayı 14'ə bərabərdir. 2, 4, 6, 7 də olacaq əlverişli halların sayı. İxtisar geçsə 2'dədir. Bunda bizə 10'luk kəsirdən verir. 0'da 5, yəni Y variantı. 12-ci suala baxırıq. 2 zəri birgə atdıqda üst-üzə düşən xallar cəminin ondan böyük olması hadisəsinin ehtimalını tapın. Ondan böyük olması üçün deməli birinci zərdə 5, ikinci zərdə 6 və yaxud birinci zərdə 6, ikinci zərdə 5 düşməlidir və yaxud birinci zərdə də 6, ikinci zərdə də 6 düşməlidir ki, onların cəmi ondan böyük olsun və bu hadisənin ehtimalını soruşur. 2 zəri birgə atdıqda 36 mümkün hadisə baş verə bilər. Bunlardan 3'ü əlverişli haldır və hesab gedəndə alınır. 12'də 1, yəni D variantı. Keçid alırıq 13-cü tapşırığa. Sinifdə 20 şagird var. Sütunlu diaqramda bu şagirdlərin riyaziyyat imtahanından aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətlərin medianı ilə modasının cəmini tapın. Diqqətlə fikir verək diaqrama. 2 alanların sayı 3 nəfər. Belə yazılmış uşaqlar 2 üstündə 3. Yəni qüvvət üstü 2'lərin sayını göstərir. Sonra 3 qiymət alanların sayı. 3 qiymət alanların sayı 7 nəfərdir. Sayını bax qüvvət üstündə yazıram. 4 qiymət alanların sayı 4 nəfərdir. Üstünə 4 yazıram. 5 qiymət alanların sayı isə 6 nəfərdir. Qüvvət üstünə yazıram 6. Yəni bu ədədlər sırasında 2 ədədi 3 dəfə iştirak edir. Artan sırayla yazılıb. Əvvəl başlayır 2, 2, 2. Sonra 3'lər gəlir. 7 dənə 3, 3, 3, 7 dənə. Sonra 4.
4 tane 4 ve 6 adet de 5 yerleşir ədədlər sırasında. Bizdə də ədədlər sırasının medianı ilə modasının cəhənnəmi soruşur. Biz də bilirik ki, medianı tapmaq üçün ədədlər sırası artan sıra ilə düzülməlidir. Baxın, artan sıra ilə düzülür. 2-lər, 3-lər, 4-lər, 5-lər və ədədlərin sayı bilinməlidir. Tek saydadır yoxsa cüt saydadır. Burada da baxırıq sayılar var. 3, 7, 10, 4, 6, 10. Deməli 20 ədəd burada ədəd var. Ədədlər sırasında 20 ədəd var, yəni cüt saydadır. Əgər cüt saydadırsa, medianı tapmaq üçün ortadakı 2 ədədin ədəd ortası tapılır. Ortaya düşən ədədlər hansı olacaq? 20-ni 2-yə bölürük 10, 10 və 11-ci ədədlər götürüləcək. 10-cu ədəd, baxın, 3 ədəd 2-dir, 7 ədəd 3-dür, 10-cu ədəd 3-dür. 11-ci ədəd 4-dür. 3-dən sonra 4 gələcək, 11-ci ədəd 4-dür. Onların ədəd ortası tapılır. Bu da olur 3/10-5. Bu olur median. Median. Modada, modada en çok tekrarlanan ədəddir. En çok tekrarlanan ədəd de burada 3'dür. 7 dəfə tekrarlanır. Deməli modada 3'ü bərabərdir. Və bizdən bunların cəhənnəmi soruşdur. 3/5 üstə gəl. 100 birazca verir. 6/5 doğru cevabımız olur. Y variant. 14. suala baxırıq. İki zər atıldıqda üst üzə düşən xallar cəminin 6-ya tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, üst üzə düşən xallar cəminin 6-ya bölünən ədəd olması. 6-ya bölünməsi üçün, məsələn, birinci zərbə əgər 2 düşübsə, ikinci zərbə 4. Birinci zərbə 4 düşübsə, ikinci zərbə 2'dir. Birinci zərbə 1 düşübsə, ikinci zərbə 5'dir. Birinci zərbə 5 düşübsə, ikinci zərbə 1'dir. Toplayanda bizə verir. Deməli, 6. Üçünə ola bilər. Deməli, əlverişli hallarımız oldu. 2, 4, 5 əlverişli halımız oldu. Və 36 mümkün hadisə var. 6, 6 da var. 6, 6. 6 ile 6'ını da toplayanda 12'ye bərabərdir. Deməli, 2, 4, 6. Bu da bize verir 36'da 6. Yani 6'da 1, 6'da 1 de olur. A variantı. Getiririk 15. suala. Kutuda 4 qırmızı, 5 yaşıl, 7 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin yaşıl və ya qara rəngli olması hadisəsinin ehtimalını tapın. Əvvəlcə kürəciklərin ümumi sayı tapılmalıdır. Kürəciklərin ümumi sayı 4, üstəgəl 5, üstəgəl 7, bu da bizə verir 16. 16 ümumi kürəcik var. Kürəciklərdən biri çıxarılır. Onun da yaşıl və ya qara rəngli olması hadisəsinin ehtimalını tapın. Mümkün halların sayı 16'dır. Yaşıl kürəciklərin sayı 5'dir və əgər və ya bağlayıcısı olarsa bu ehtimalların birləşməsindən söhbət edir və arasında toplama əməl olur, ehtimallar toplanılır. Qara rəngli kürəciklərin də sayı 7'dir. 5 yaşıl, 7 qara. Deməli 16'da 5, üstəgəl 16'da 7. Bu da bizə 16'da 12 verir. 4'e qısa gedəndə isə olur 4'də 3. Bu da bizə 10 üçüsündən verir. 0'dan %75 yani C variantı. Keçid alırıq 16. suala. Kutuda 5 kırmızı, 7 yaşıl da 8 qara kürəciyi var. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı və ya yaşıl rəngli olması hadisəsinin ehtimalını tapın. Yenə də əvvəlcə kürəciklərin ümumi sayı tapılır. 7 üstəgəl 5, üstəgəl 8, bu da bizə verir 20. Təsadüfən deməli 20 kürəcikdən biri çıxarılacaq. Bunun qırmızı və ya yaşıl olması. Qırmızı 5 kürəciyimiz var. Üstəgəl 20'də yaşıl kürəciklərimizdən 7 ədəddir. Bu da bizə verir 20'də 12. Bu da bərabərdir 0,6. Yəni Y variantı. Keçid alırıq 17. tapşırığa. Bütün iki rəqəmli natural ədədlər ayrı-ayrı vərəqləri yazılaraq torbaya atılıb. Torbadan təsadüfən seçilən bir vərəqin üzərindəki ədədin 6'ya tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Söhbət iki rəqəmli ədədlərdən gedir. İki rəqəmli ədədlər deməli birlikdir. Ondan başlayılır. 99'da bitmiş. Neçə iki rəqəmli ədədimiz var? 99 çıxılsın 10 üstəgəl 1 bərabərdir 90. 92 rəqəmli ədədimiz var. Həmin o iki rəqəmli ədədlərin içindən 6'ya bölünən ədəd çıxmalıdır. 6'ya bölünən ədədlərin sayı sonuncu iki rəqəmli ədədimiz 6'ya bölünən 96'dır. 96'nı görürük 6'ya 16.
Yəni 96'ya qədər 6'ya bölünən 16 ədəd var. Sadəcə bunlardan biri bir rəqəmlidir. 16'dan birini çıxırıb. Çünki 6 özü də 6'ya bölünür. Bir rəqəmlidir. İkinci ədədimiz isə 6'ya bölünən ikinci ədədimiz 12'dir. 12 artıq 2 rəqəmlidir. Yəni 2 rəqəmli ədədlərin sayı burada 15 olacaq. 6'ya bölünən 2 rəqəmli ədədlərin sayı. Yəni əlverişli halların sayı 15'dir. Mümkün halların sayısı bütün 2 rəqəmli ədədlərin sayı 90. Ehtimalımız olacaq 90'da 15. Bu da ixtisar gedəndə olacaq 6'da 1. Yəni A variantı. Keçid alırıq 18-ci suala. Sinifdə 18 qız və 7 oğlan oxuyur. Pişkəfma nəticəsində ilk növbətçinin oğlan, ikinci növbətçinin isə qız olması hadisəsinin ehtimalını tapın. Sinifdəki ümumi şagirdlərin sayını tapaq əvvəl. Deməli 18 qız və 7 oğlan, cəmi 25 növbət şagird var və 2 növbətçi seçiləcək. İlk növbətçinin oğlan, ikinci növbətçinin qız olması hadisəsinin ehtimalı. Deməli 25'də birinci oğlan olmalıdır. Oğlanın içine fərdi 7 nəfər, 25'də 7. Sonra ikinci növbətçi seçiləcək. İkinci növbətçi artıq 24 nəfərin içindən seçiləcək. Çünki birinci növbətçi artıq seçilir. Və ikinci növbətçi də qız olmalıdır. Qızların da sayı 18'dir. Bir-birinin ardınca baş verən hadisələrdə ehtimalların bulunmasına aiddir. 24 ilə 18'i 6'ya bölək. Olur 4'də 3. 4'ü də 25'e böləndə 100. 7 də 3'e vurulur. 21. Cevabımız olur %21. Keçirik 19-cu suala. Mahnı müsabiqəsində 50 nəfər iştirak edir və iştirakçılar ardıcıl olaraq 1-dən 50'ye qədər nömrələnir. Çıxış etmə növbələri pişkəfmə yolu ilə təsadüfi qaydada müəyyən edilir. Müsabiqədə çıxış edən Pınarın növbəsinin 7'yə tam bölünən cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, 1-dən 50'ye qədər nömrələnir və bunların içində 7'ye bölünən cüt ədədlərin sayını tapmalıyıq. 1'dən 50'ye qədər, yəni bütün halların sayı 50'ye bərabərdir. 7'ye bölünən cüt ədədlər 14, 28 və 42. 3 əlverişli hal var. 50 mümkün haldır. 3 əlverişli haldır. Ehtimalımız olur 0'dan %6. Doğru cevabımız olur A variantı. Keçid alırıq 20-ci suala. Kinoteatrda yerləşən yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasında olması hadisəsinin ehtimalını tapın. Deməli, kinoteatrda yerlərin sayı haqqında, yəni satılmış və satılmamış biletlər haqqında məlumat verilir. Bilet alınmamış yerlər ağ xanalarla göstərilir. Əlbəttə ki, növbəti alıcı gəlib bilet alınmamış yerlərdən bilet almalıdır. Buna görə biz bilet alınmamış yerlərin içindən seçməliyik. Baxaq görə birinci sıradan deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. A sırasından 8 bu yer var. B sırasından 1, 2, 3, 4, 5. 5 bilet satılmamış yer var. C sırasından 2, 4, 6, 7. C sırasından 7 boş yer var. D sırasından ise 5 bilet alınmamış yerler var. İmamileyeceğim. Deməli 25 bilet alınmamış yer var və sualda bizdən soruşur ki növbəti alıcının seçdiyi yerin A və ya B olması. A'da 8'dir, deməli 25'də 8 və ya dedikdə toplayırıq, ehtimalların birləşməsinə aiddir. B'də 5'dir, 25'də 5, cavab olur 25'də 13. 25'də 13, yəni Y variantı. Keçid alırıq 21-ci suala. Qutuda 7 qırmızı, 2 sarı və 3 qara kürə var. Qutudan təsadüfən çıxarılan 3 kürənin qırmızı olması hadisəsinin ehtimalını tapın. Deməli, ümumi kürəciklərin sayına baxaq. 7 üstəgəl 2 üstəgəl 3 bu da bizə verir 12. Qutudan təsadüfən çıxarılan 3 kürənin qırmızı olması hadisəsinin ehtimalını tapın. Qutudan elə bir 12 kürənin içindən bir dəfə 3 kürə çıxarılacaq. 3 kürənin üçünün də qırmızı olması hadisəsi bu artıq kombinasyonun köməyi ilə tapılacaq. Deməli 12 kürədən 3'ü, yəni 12 elementi olan çoxluğun 3 elementli alt çoxluqlarının sayı bu olacaq bizim ehtimalımızda mümkün hallarının sayı. Bu da kombinasyon 12 içi ilə ifadə olunur. Yəni 12 kürəcikdən 3 kürə neçə üsulla seçilə bilər? Kombinasyon 12'dən 3'ə.
Və həmin üç kürənin üçü də qırmızı olmalıdır. Qırmızı kürəciklərin sayı da 7-dir. Deməli, 7 qırmızı kürənin içindən 3 qırmızı kürə neçə üsulla seçilə bilər? Bu da 7 elementli çoxluğun 3 elementli alt çoxluqlarının sayı deməkdir. Bu da ifadə olunur kombinasyon 7-də 3 kimi. Və kombinasyon n'dən k üsulumuzu yanımıza salaq. N faktorial bölünsün k faktorial, n çıxılsın k faktorial. Bunda məsəl üçün kombinasyon 7-də 3-ün gəlin hesablanmalarına baxaq. 7 faktorial bölünsün 3 faktorial bölünsün 7 çıxılsın 3 faktorial. 7 çıxılsın 3 faktorial. Bu da bize verir 7 faktorial 3 faktorial bölünsün 4 faktorial. Bunları da ixtisar getdikdə, məsələn 7 faktorialla 4 faktorial ixtisar getdikdə surətdə qalır 4-dən sonraki ədədlər, yəni 5, 6, 7, məxrəcdə də 3 faktorial, yəni 3 vurulsun, 2 vurulsun 1. Diqqətlə fikir versək bu nəticəyə. Deməli, kombinasyon 7-dən 3-ə, kombinasyon 7-dən 3-ə, 7-dən 3 vahid qeyri, 7, 6, 5. Bax, belə də elə yadımızda saxlayaq kombinasyon 7-dən 3-ə, 7 də daxil olmalı, 7-dən başlayırıq saymağa, 7, 6, 5. Yəni 3 vahid geriyə sayırıq. Kombinasyon 12-dən 3-ə, 12-dən başlayırıq saymağa, 12, 11, 10. 3 vahid olduğu üçün. Bərabərdir. Deməli, 5 ilə 10 ixtisar gedəcək 2, 6 ilə 12 ixtisar gedəcək 2, 2 də 2'ye vurulacaq 4, 4 11'e vurulacaq 4, surətlə qalır 7. İndi biz burada birbaşa yazdıq. Bu sağ tərəflər 3 olduğu üçün mən məxrəcə götürmədim. Fikir verin, məxrəcimizdə də 3 vurulsun, 2 vurulsun 1 var idi. Hər ikisində sağ tərəflər 3 olduğu üçün birinci kəsr surətli ikinci kəsrə böləndə onsuz da həm o 3 faktoriallar gedəcək. Ona görə də birbaşa mən belə yazdım sadəliyi üçün, həm də vaxt az geçsin. 22-ci suala baxırıq. Oxşar sualdır. Qutuda 5 qırmızı, 3 sarı və 2 qara kürəcik var və qutudan təsadüfən çıxarılan 2 kürənin sarı olması hadisəsinin ehtimalını tapın. Kürələrin ümumi sayı tapılır. 5 üstə gəlir. 3 üstə gəlir. 2, bu da bizə verir 10. Deməli, təsadüfən 2 kürə çıxarılır. İkisinin də sarı olması hadisəsinin ehtimalını tapın. Mümkün halların sayı kombinasyon 10-dan 2'ye, yəni 10 kürədə 2 kürəni neçə üsulla seçmək olar? Bu da kombinasyon 10-dan 2'ye ilə ifadə olunur və ikisi də sarı olmalıdır. Sarı kürəciklər 3 ədəddir. 3 sarı kürəcikdən 2 kürəni neçə üsulla seçmək olar? Bu da kombinasyon 3-2 ilə ifadə olunur. Kombinasyon 3-2 deməli elə 3'ə bərabərdir. Kombinasyon 10-dan 2'ye, bu da deməli 10'dan 2 vahid geri sayırıq. Olsun 9 bölünsün 2 faktorial. 2 faktorial da elə 2'ye bərabərdir. 10'dan da 2 burada ixtisar gedir. Qalır 5 olsun 9 surətdə 3. 3'dən də 9 ixtisar gedir. Məxrəcimiz olur 15. Surətimiz olur 1. Doğru cavab olur C variantı. Keçid alırıq 23-cü suala. Tənliyi verilib, tənliyin təsadüfən, deməli bu tənliyinin təsadüfən götürülmüş həllinin natural ədəd olması hadisəsinin ehtimalı. Əvvəlcə tənliyi həll etmək lazımdır. Deməli, x-in kubu üstə gəl. X-in kvadratı çıxılsın 6x bərabərdir 0. X çıxılmaya tərəfən xaricində x kvadrat üstə gəl. X çıxılsın 6 bərabərdir 0. Hasilin 0'a bərabər olmalıdır. x1 deməli bərabər olur 0'a, x'in birinci kökü 0'dır və x kvadrat üstə gəlib çıxılsın 6 bərabərdir 0 yazırıq. Bu tənliyin kökləri vuranda -6, toplayanda -3. Bu da bizə verir -3 və 2. Yəni x'in ikinci kökü -3'dür. X'in üçüncü kökü isə 2'ye bərabərdir. Deməli, cəmi 3 kökü var, məxrəcimiz 3'dür. Mümkün halların sayı 3'dür. Amma seçilən tənliyin həlli natural ədəd olmalıdır. Natural ədəd də burada təkcə 2'dir. Deməli, əlverişli halların da sayı 1'ə bərabərdir. Buna görə də ehtimalımız olur 3'də 1. Keçirik 24-cü suala. Yəni
Oxşar sualda eyni formada həll olunur. Birinci deməli tənliyi əldə edirik. X'in kubu çıxılsın 9x kvadrat üstəgəl 20x bərabərdir 0. X çıxılma ədədindən xaricdə x kvadrat çıxılsın 9x üstəgəl 20 bərabərdir 0. X'in birinci kökü 0. X kvadrat çıxılsın 9x üstəgəl 20 bərabərdir 0. Buranda 20, toplayanda 9. Bu ədədlər də 4 və 5'dir. X'in ikinci kökü 4, x'in üçüncü kökü isə 5'e bərabərdir. Yəni təliyin içərli var 0, 4, 5. Mümkün hallarının sayı 3'dür. Bizdə nə soruşur? Natural ədəd olsun. Natural ədəd də burada 4 və 5'dir. Yəni əlverişli hallarının sayı 2'dir. Doğru cevabımız olur D variantı. Keçirik 25. suala. Sinifdə 26 şagird var. Diaqramda bu şagirdlər riyaziyyat imtahanından aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətlərin medianını tapın. Bayaq buna aid bir sual həll etdik. Əvvəlcə qiymətlərin gəlin sayına baxaq. 2 alan şagirdlərin sayı 4'dür. 2'nin üstündə 4 yazıram. 3 alanların sayı 9'dur. 3'ün üstündən 9 yazıram. 4 alanların sayı 7'dir. 4'ün üstüne 7 yazıram. 5 alanların sayı ise 6'ya bərabərdir. İndi şagirdlər sayını özü vermişdi. 26 şagird var. Deməli şagirdlərin sayı cüt saydadır. Ədədlər sırasında cüt saydan ədədlər var. Medianı da tapmaq üçün ortadakı 2 ədədin ədəd ortası tapılmalıdır. Ortadakı 2 ədəd hansı ədədlər olacaq? 26'nı bölün 2'ye 13. Deməli 13-cü və 14-cü deməli ədədi götürməliyik. 13-cü ədəd hansı olacaq? Saylarına gəlin baxaq. 2'dən 4 dənədir. 3'dən 9 ədəddir. 4 üstəgəl 9, 13. Deməli 13-cü ədəd 3'dür. 13-cü ədəd 3'dür. Sonraki ədəd 14-cü ədəd isə 4 olacaq. Medianı da tapmaq üçün 3 üstəgəl 4 bölünsün 2. Çünki ədədlər sırasındakı ədədlərin sayı cüt saydadır. 7'nin 2'ye böldük. Cevabımız olur 3,5. Doğru cevabımız olur Y variantı. Deməli, keçid alırıq 26. suala. Bir zəl bir dəfə atdıqda 1 və ya 6 xalının düşməsi hadisəsinin ehtimalını tapın. Bir zəl bir dəfə atdıqda mümkün halların sayı 6'dır. Bir xalının düşməsi üçün əlverişli hal sayı 1'dir. 6'da 1 üstəgəl və ya dedikdə toplamadır. Yəni ehtimalların cəmi tapılır. 6 xalının düşməsi hadisəsinin də ehtimalı 6'da 1'ə bərabərdir. Çünki zərin üstündə bir ədəd 6 xalı var. Toplayanda da olur 6'da 2 və bu da 1'əndə alınır 3'də 1, yəni D variantı. 27. suala baxaq. Beynəlxalq şahmat turnirində 10 şahmatçı iştirak edir. Pişkatlıda Rəcəbovun Karpovla düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, cəmi 10 nəfər şahmatçı iştirak edir. Bu şahmatçılar arasından 2 nəfər seçilməlidir. Və bizə deyilir ki, bu seçilmiş 2 nəfər Rəcəbov və Karpov olsun. Yəni burada artıq əlverişli hal sayı məlumdur. Rəcəbov və Karpovun arasında olacaq. Yəni əlverişli hal sayı 1 qəbul olunur. Mümkün halların sayı isə 10 şahmatçı arasından deməli 2 nəfər seçilməlidir. Bu da 10 elementli çoxluğunun 2 elementli alt çoxluğunun sayının tapılmasıdır. Yəni 10 şahmatçının içindən 2 şahmatçı neçə üsulla seçilə bilər? Yəni kombinizon 10'dan 2'ye. Bu da bize verilsin faktorial bölünsün. 10 çıxılsın 2 faktorial, yəni 8 faktorial bölünsün 2 faktorial. Bu da 10 ilə 8 gedəndə faktorialı 2 vahid əvvələ sürüşdürürük. Olur. Deməli 9 bölünsün 10. 2 faktorial belə 2'ye bərabərdir. 10'dan 2 ixtisar gedəndə cevabımız olur 45. Birbaşa 10'dan 2'ye olanda deməli 10 2 vahid geri sayılır. 9 bölünsün 10. Məxrəcdə də 2 faktorial, yəni 2'ye bərabərdir. Deməli mümkün halların sayı 45'dir. Ehtimalımız isə deməli PA bərabərdir. Məxrəc 45. Amma əlverişli hal sayı artıq əvvəldən deməli qərar qəbul olunur ki, Rəcəbov və Karpovun arasında olacaq. Yəni yarış. Buna görə də əlverişli hal sayında 1'ə bərabərdir.
Doğru cevabımız olur. D variantı. Keçid alığı 28. tapşırığa torbada eyni ölçülü 3 kırmızı ve 2 qara kürəcik var. Bu torbadan təsadüfən 4 kürəcik götürüldükdə torbada bir qara kürəcik qalması hadisəsinin ehtimalını tapın. Deməli, 3 kırmızı ve 2 qara kürəcik, ümumilikdə 5 kürəcik var. Bu torbadan 4 kürəcik götürülməlidir və bir kürəcik torbada qalacaq. Həmin o deməli kürəciyin də torbada qalan kürəciyin qara kürəcik olması hadisəsinin ehtimalını tapın. Deməli, ümumi kürəciklərin sayı 300'e gəlir ki, 5'e bərabərdir. Həmin bu 5 kürəcikdən 4 kürəcik götürüləcək. Deməli, məxrəcimiz olacaq kombinizon 5'dən 4'ə. Və torbada bir qara kürəcik qalması hadisəsinin ehtimalını tapın. Bir qara kürəcik qalacaqsa, axı 2 qara kürəcik var idi. Deməli, bir qara kürəcik götürüləcək. Deməli, 3 qırmızı kürəciyin 3'ü də götürüləcək. Yəni, kombinizon 3'dən 3'ə, 3 qırmızı kürəciyin 3'ü də götürülür. Bu olsun 2 qara kürəcikdən də biri, kombinizon 2'dən 1'ə. Kombinizon 5'dən 4'ə. 5'e bərabərdir. Kombinizon 3'dən 3'ə 1'ə bərabərdir. Kombinizon 2'dən 1'ə də 2'ye bərabərdir. Cevabımız olur 5'də 2, bu da Y variantında verilir. 29. suala baxaq, oxşar sualdır. Torbada eyni ölçülü 4 qırmızı və 3 qara kürəcik var. Bu torbadan təsadüfən 5 kürəcik götürüldükdə torbada bir qara və bir qırmızı kürəciyin qalması hadisəsinin ehtimalını tapın. Deməli, yenə də kürəciklərin ümumi sayına baxaq. 4 qırmızı və 3 qara kürəcik var. Cəmi 7 kürəcik var. Bu kürəciklərdən 5 kürəcik götürüləcək. Yəni, kombinizon 7'den 5'e olacaq mümkün halların sayı 7 kürəcikdən 5 kürəcik neçə sola seçilə bilər. Yəni 7 elementli çoxluğun 5 elementli alt çoxluqlarının sayı, bu da kombinizon 7-5 kimi tapılır. Və əlverişli halların sayına baxaq. Torbada bir qara bir qırmızı kürəcik almalıdır. Qırmızı kürəciklərin sayı 4 idi. Deməli 3 qırmızı kürəcik çıxacaq. 4 qırmızıdan 3 qırmızı kürəcik çıxacaq. Kombinizon 4'dür. Və bir qara kürəcik almalıdır. 3 qara kürəcikdən ikisi çıxacaq, biri qalacaq. Olacaq kombinizon 3, 2. Məxrəcimiz kombinizon 7'dən 5'ə 7 faktorial bölünsün 5 faktorial bölünsün. Onların fərqi 2 faktorial. Kombinizon 4 ilə 4'ə bərabərdir. 3 də 3'ə bərabərdir. 7 faktorial 5 faktorial da ixtisar gedir. Deməli, qalır 6 bölünsün 7 bölünsün 2. Surətdə də 4 olsun 3. 6 və 2 də ixtisar gedir. Məxrəc 3 olsun 7. Surət 4 olsun 3. 3'də də gedir. 7 qalır. 7'də 4, yəni C variantı. Keçid alırıq 30. suala. Şekildeki diagramda avtomobilin qət etdiyi məsafənin zamandan asılılığı göstərilmişdir. Saatlar üzrə gedilən yolun modasını tapın. Avtomobilin qət etdiyi məsafənin zamandan asılılığı, baxın, o X oxu boyunca, absis oxu boyunca zaman göstərir. 1-ci saat, 2-ci saat, 3 və s. Ordinat oxu boyunca gedilən yollar 1-ci saatda 90 km, 2-ci saat ərzində 180, 3 saat ərzində 230 km gedir və s. Biz bu diagramdan istifadə edərək hər saatda gedilən deməli məsafəni yazmalıyıq. 1-ci saatda 90 km yol gedir. 2-ci saatda baxın 2 saatın sonunda 180'dır. Deməli 1-ci saat ilə 2-ci saatın arasında 180 çıxılsın 90 km yol gedir. 2-ci saatla 3-cü saatın arasında 180'dan 230'a 230'dan 180'da çıxırıq. 3-cü saatda 50 km yol gedir. 4-cü saatda elə bir 3-cü saatdan 4-cü saata keçəndə 230'dan 300 kilometrə qədər, yəni 70 kilometr yol gedir. 4-cü saatdan 5-ci saata keçəndə 300'dan 390'a, yəni 90 kilometr yol gedir. Bu ədədlər sırasının bizdən modasını soruşur. Modada ədədlər sırasında ən çox şəkillənən ədəddir. Ən çox şəkillənən ədəd 90 olduğu üçün doğru cavabımız olur C variantı. 31-ci sualda oxşar sualdır. Yenə də 1-ci saatda 90 kilometr, 2 saatın sonunda 180'dır. Yəni yenə də 90 kilometr gedir. 90. 3-cü saat 180'dan 230'a 50 kilometr yol gedir. 230'dan 300'ə
70 kilometre yol gedib. 300'dən 390'a, yəni 90 kilometre yol gedib 5 saat ərzində. Birinci saat 90, ikinci saat 90, üçüncü saat 50, dördüncü saat 70, beşinci saat 90 kilometre yol gedib. Bizdən medianı soruşur. Deməli, ədədlər sırasında ədədlər tek saydadır. Əgər tek saydadırsa, onda deməli, ortadakı ədəd seçilməlidir, amma ədədlər artan sırayla düzülməlidir. Deməli, 50, 70, 90, 90, 90. Ortadakı ədəd 90 olduğu üçün median da 90'a bərabər olur. Yəni doğru cavabımız olur D variantı. 32-ci suala baxaq. İki zəri eyni zamanda atdıqda üst-üzə düşən xallar cəmini sadə ədəd olması hadisəsinin ehtimalını tapın. İki zəri atdıqda düşən xalların cəmi hansı sadə ədədlər ola bilər? Məsəl üçün, tutaq ki, iki sadə ədədini yoxlasaq, 2 alınması üçün birinci zərdə də 1 düşməlidir. İkinci zərdə də 1 düşməlidir. Yəni başqa hal mümkün deyil. 3 olması üçün birinci zərdə 1, ikinci zərdə 2. Birinci zərdə 2, ikinci zərdə 1 olsa, əgər düşən xalların cəmi 3 olar. Burada da 2 hal mümkündür. Sonra 5 sadə ədədi olması üçün, yəni xallar cəmini, birinci zərdə 1, ikinci zərdə 4 və yaxud birinci zərdə 4, ikinci zərdə 1, birinci zərdə 2, ikinci zərdə 3, birinci zərdə 3, ikinci zərdə 2 olsa, xallar cəmi 5'ə bərabər olar. Sonra sadə ədədlərdən əgər 7'dirsə, xalların cəmi birinci zərdə 1, ikinci zərdə 6 ola bilər və yaxud tərsinə birinci zərdə 6, ikinci zərdə 1, birinci zərdə məsələn 2 olsa, ikinci zərdə gərək 5 olsun və yaxud birinci zərdə 5 olsa, ikinci zərdə 2 olsun, cəmi 7 olması üçün birinci zərdə 3 olsa, ikinci zərdə 4, birinci zərdə 4 olsa, ikinci zərdə 3 olmalıdır ki, cəmi 7 olsun. Bir də ola bilər sadə ədədlərdən xalların cəmi 11, bu da mümkündür 5 və 6 və yaxud 6 və 5 olduqda xalların cəmi deməli 11'ə bərabər ola bilər. İndi ümumi əlverişli hallarımızın sayına baxaq. Deməli 2, 4, 6, 8, 10, 12, 14, 15 əlverişli hal var. 2 zəri atdıqda 36 mümkün hal var. 15'i də əlverişlidir. Bu da yüksək ixtisar geçsəm, məxrəcimiz 12, surətimiz isə 5 qalır. Bu da bizə verilib C variantında. Keçid alırıq 33-cü suala. İki zəri eyni zamanda atdıqda üst-üzə düşən xallar fərqinin sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Saxa sürək fərqi, yəni iki zəri atdıqda düşən xalların fərqi hansı sadə ədədlər ola bilər? 2 ola bilər fərqi, 3 ola bilər, bir də fərqi 5 ola bilər də. Yəni bundan böyük ola bilməz. Çünki zərin üzərində 6'ya qədər xal var. Deməli, fərqi 2 olması üçün birinci zərdə ola bilər ki, məsələn 1 olsun, ikinci zərdə 3 olsun və yaxud birinci zərdə 3 olsun, ikinci zərdə 1 olsun ki, bunların fərqi 2'yə bərabər olsun və yaxud ola bilər ki, birinci zərdə 2 olsun, ikinci zərdə 4 olsun və yaxud birinci zərdə 4, ikinci zərdə 2 olsun ki, bunların fərqi 2'yə bərabər olsun. Başqa nə ola bilər? Məsələn, birinci zərdə ola bilər ki, deməli 3, ikinci zərdə 5 olsun, birinci zərdə 5, ikinci zərdə 3 olsun. Bunların fərqi də 2'yə bərabər ola bilər və yaxud birinci zərdə 4, ikinci zərdə 6 və ya deməli birinci zərdə 6, ikinci zərdə 2 ola bilər ki, daha doğrusu 4 ola bilər ki, onların fərqi 2'yə bərabər olsun. Keçirik fərqi 3 olan hallara. Məsələn, birinci zərdə ola bilər ki 1 olsun, ikinci zərdə 4 olsun, fərqi 3'ə bərabərdir və yaxud birinci zərdə 4, ikinci zərdə 1 olsun və yaxud birinci zərdə 2, ikinci zərdə 1 olsun və yaxud birinci zərdə 5, ikinci zərdə 2 olsun. Yəni onları çıxanda 3'ə bərabər olsun və yaxud birinci zərdə 3, ikinci zərdə görə 6 olsun ki, çıxanda 3'ə bərabər olsun və yaxud tərsinə birinci zərdə 6, ikinci zərdə 3 olsun. Fərqi 5 olması üçün gərək birinci zərdə 1 olar, ikinci zərdə 6 və yaxud birinci zərdə 6 olar, ikinci zərdə 1 olar ki, onların fərqi 5'ə bərabər olsun. Baxaq görə neçə əlverişli hal oldu.
2, 4, 6, 8, 10, 12, 14, 16. 16 əlverişli halımız var. Ümumi isə mümkün halların sayı 36'dır. Bu da 4'e gitsə məxrəc 9, növbət isə 4 qalır. Bu da bir verilir Y variantında. Keçid alırıq 34-cü suala. Diaqramda 2017, 2018 ve 2019 illerde Bilal, Yusuf ve İbrahim'in kütlələri verilmiştir. Kütlə gösteren ədədlərin modasını tapın. Moda bilirik ki, verilmiş ədədlər sırasında en çok tekrarlanan ədəddir. Burada birbaşa ilə diaqramın üzərində baxmaq olar ki, hansı ədədlər təkrarlanır. Biz bilirik ki, verilmiş ədədlər sırasında 2, 3 və s. moda ola bilər. Baxaq görək hansında bərabərdir. Məsələn, bax bunları bərabər gördüm. Baxın. Gəlib düşürlər 26'ya. Deməli 26 2 dəfə təkrarlanır. Başqa bərabər olanlar. Bakın bunları görürsünüz. 28. 2 dəfə də 28 təkrarlanır. Deməli 26 və 28 2 dəfə təkrarlanır. Bu da bizə verilir Y variantında. Deməli moda 26 və 28'e bərabərdir. 35-ci sualda oxşar sualdır. Baxaq təkrarlanan ədədlərə baxın bax. Eynidir. 30 2 dəfə təkrarlanır. Başqa baxın bunlar ikisi eynidir. Bu da 34'e gəlib düşür. 30 və 34 2 dəfə təkrarlanır. Deməli doğru cavabımız olur D variantı. 36'ya baxırıq. Diaqramda müxtəlif ölkələrdən Qaf və Qəbələ şəhərlərinə istirahətə gələn turistlərin sayı verilmişdir. Bu məlumatı hansı dairəvi diaqram düzgün ifadə edir? Diqqətlə gəlin fikir verək. Deməli, Ukraynadan Qəbələyə neçə nəfər gəlir? Qaf rayonuna neçə nəfər gəlir? Deməli, baxın, Ukraynadan 35 nəfər Qəbələyə gəlir. Ukrayna. Deməli, 35 nəfər Qəbələ, 25 nəfər Qaf rayonuna istirahətə gəlir. Türkiyədən baxaq. Deməli, 10 nəfər Qəbələyə gəlir. 15 nəfər isə Qaf rayonuna gəlir. Sonra Rusiyadan deməli zolaqlı olan Qəbələdir. Rusiyadan 10 nəfər deməli Qəbələ rayonuna gəlir. 5 nəfər də Qaf rayonuna. Ümumilikdə görək cəmi neçə turist var. Yəni 60, 25, 85, bu da 15. Cəmi 100 nəfər turist var. 100 nəfər turist var. Və bizə deyir ki, aşağıdakı hansı dairəli diaqram məlumatı düzgün ifadə edir. Dairəli diaqramlara fikir versək, burada faizlə göstərilir. Ukraynaya neçə faiz gəlir, Rusiyadan və Türkiyədən deməli neçə faiz turist iştirak edir. Diqqətlə baxaq, Ukraynada 60'dır, Türkiyədə 25'dir, Rusiyadan da 15'dir, cəmi 100'dir. 100'ün də 60 nəfəri ilə 60%'dir. Yəni Ukrayna 60%'dir, Türkiyədə 25'dir, yəni 25% təşkil edəcək. 25% və Rusiyada da 15'dir, bu da 15 nəfər, daha doğrusu 15% iştirak edir və bunu hansı baxaq dairəvi diaqram düzgün ifadə edir. Ukrayna 60, bu da olur D variantı. Türkiye 25, Rusya'da 15. Doğru cevabımız olur D variantı. 37 de oxşar sualdır. Burada da deməli Ukraynadan baxaq Qəbələ rayonuna gələnlər 15 nəfərdir, Qaf rayonuna gələnlər 20 nəfərdir, cəmi yəni Ukraynadan 35 ve Türkiye'den deməli 10 nəfər, 30 nəfər olur 40, Rusiyadan 20 nəfər, 5 nəfər, Rusiyadan da olur deməli 25 nəfər də Rusiyadan, cəmi yenə də olur 100 nəfər. 100 nəfərin içində Ukrayna 35%, Türkiye 40% və Rusiya 25% təşkil edəcək. Ukrayna 35% görək hansıdır. Baxın Y variantında Ukrayna 35%, Türkiye 40%, Rusiya isə 25% təşkil edir.
Həqiqətən də baxın, 100-ün 25 nəfəri elə 25%-dir. Deməli 38-də də doğru cavabımız olur. Daha doğrusu 37'de doğru cevabımız olur Y variantı. Keçid alırıq 38-ci suala. 4 müsbət 6 mənfi ədəd arasından təsadüfən seçilən 2 ədədin hasilinin müsbət olması hadisəsinin ehtimalını tapın. Deməli, burada söhbət nədən gedir? Cəmi 10 ədədimiz var. Bunlardan 4'ün müsbət 6'sı mənfidir. Həmin ədədlərin arasından təsadüfən 2 ədəd seçiləcək. Bu ədədlərin də hasili müsbət olmalıdır. Hasili müsbət olan ədədlərin işarəsi necə olur? Bu ədədlərin hər ikisi ya müsbət olmalıdır, ya da hər ikisi də mənfi olmalıdır. Deməli, seçilən 2 ədədin ikisi də ya müsbət olmalıdır, ya da ikisi də mənfi ədəddən seçilməlidir. Yəni, hər ikisi mənfi olmalıdır. Əvvəlcə mümkün halların sayına baxaq. Cəmi 4 üstəgəl 6, yəni 10 ədədimiz var. Bu 10 ədəddən 2 ədəd seçiləcək. Yəni 10 ədəddən 2 ədəd seçilə bilər. Kombinasyon 12 üsulu ilə. İndi seçilən 2 ədəd ya 4 müsbət ədədin içindən ikisi seçiləcək. Yəni olacaq kombinasyon 4'dən 2'ye və ya deyəndə toplama olur. Hər ikisi mənfidən seçiləcək. Yəni kombinasyon 6'dan 2'ye. İndi baxaq hesablamaya. Məxrəcdə ondan 2'yedir. Ondan 2 vahid geri sayırıq, o vurulsun 9. Məxrəcdə də 2 faktorial, yəni 2. Kombinasyon 4'dən 2'ye. 4'dən 2 vahid geri sayırıq, 4 vurulsun 3, bölünsün 2 faktorial. İşte gel kombinasyon 6'dan 2'ye. 6'dan 2 vahid geri sayırıq, 6 5. Məxrəcdə 2 faktorial, yəni 2. Burada ondan 2 ixtisar gedir, qalır 5 vurulsun 9. Bölünən 2 gedir, qalır 2 verir 6. İşte gel 6 ve 2 ixtisar gedir. 3 vurulsun 5, 15. Məxrəcimiz olur 45, surətimiz olur 21. 3'e bölsək məxrəc 15, surət 7. Doğru cevabımız olur B variantı. Keçirik 39-cu suala. Oxşar sualdır. 4 müsbət 8 mənfi ədəd arasından təsadüfən seçilən 3 ədədin hasilinin mənfi olması hadisəsinin ehtimalını tapın. Deməli, burada artıq 3 ədəd seçiləcək. Cəmi 4 üzrə 8, 12 ədəd var. 12 ədəddən 3 elementli absurd yəni kombinasyon 12'den 3'e məxrəcimiz olacaq. 4 istəgət 8 bərabərdir 12 məxrəc olacaq. Kombinasyon 12'den 3'e və bu ədədlərin hasili mənfi olmalıdır. Yəni, hasili mənfi olması üçün 3 ədədinin ya ikisi müsbət, biri mənfi olmalıdır. Və yaxud olmalıdır 3'ü də mənfi. 3'ü də mənfi olsa, bir-birinə vuranda cavabımız mənfi olar. Deməli, ikisi müsbətdən, biri mənfidən. Kombinasyon 4'dən 2. 4 müsbətdən ikisi, biri mənfi. Kombinasyon 8'den 1. Ya bu cür olmalıdır və ya toplama 3'ü də mənfi olmalıdır. Kombinasyon 8'den 3'e. Şimdi baxaq hesablamaya. Deməli, məxrəcimiz kombinasyon 12'den 3'e. 3 vahid geri sayırıq. 12, 11, 10. Məxrəcimiz isə 3 faktorial. 4, 2. 4'ten 2 vahid geri. 4 vurulsun 3, bölünsün 2 faktorial 2. 8'den 1 ile 8'e beraberdir. İşte gel 8'den 3'e. 8'den 3 vahid geri. 8 vurulsun 7 vurulsun 6. Bölünsün 3 faktorial. Bakalım. Məxrəcimiz 3 faktorial 6'ya beraberdir. 12 bölünsün 6 olur 2. Ben kesir ettim silin. Deməli, 2 vurulsun 11 vurulsun 10. Bu bizim məxrəcimiz. Deməli, burada 2 də 8'e yaparsa 4 alır. Deməli, 4 vurulsun 4, 16. 16'nı da 3'e vurulur 48. İşte gel. 3 faktorial 6'dır. 6 ile gedir. 8 vur 7 də 56'dır. Baxaq görək nə alınır. Surətimiz. Deməli, 48 işte gel 56, 90, 104. Məxrəc 2 vurulsun 11. Deməli, 22 vurulsun 10. Bu da bizə verir 220. 2'ye ixtisar etsək məxrəc 110. Surətimiz də olur 52.
2 ixtisar etsək, surətimiz olur 26, məxrəcimiz olur 55. Bu da bize verir Y variantında. Keçirik 40-cı suala. 9'u yazdık, geçtik 40'a. Kutuda 4 sayda A ve 7 sayda T harfi var. Tesadüfen bir olmakla artıcıl olarak cəmi 3 hərf seçilir. Hərflərin çıxarıldığı artıcıllıqla ata yazısının alınması hadisəsinin ehtimalını tapın. Yəni kutuda A hərfi 4 ədəddir. T hərfi 7 ədəddir. Cəmi 11 sayda hərf var. Birbirinin ardınca, yəni ardıcıl olarak 3 hərf seçiləcək. Bu hərflər ardıcıl olarak birinci dəfə A, ikinci T, üçüncü dəfə isə A hərfləri çıxmalıdır ki, ata sözü alınsın. Bir fikir verək görək burada. Deməli, irişat necə olacaq? Əvvəlcə hərflərin cəmi, baxaq ələ yazaq qeyd edirik. A hərfindən 4 ədəddir, T hərfindən isə 7 ədəddir, cəmi 11 ədəd hərfdir. Bu hərflərdən deməli ardıcıllıqla 3 hərf çıxarılacaq və alınan söz ata olmalıdır. Yəni birinci hərf A hərfi çıxmalıdır. Yəni 11 deməli hərf var. A hərflərin deməli 4 ədəddir. Birinci dəfə ehtimalımız 11'də 4'dür. A hərfinin biri çıxdı, qoyuldu kənara. Sonra ikinci dəfə axı biri çıxıb 10 ədəd qalır. Deməli 10 ədəd hərfimiz qalıb. İkinci dəfə T çıxmalıdır. T'nin sayda 7'dir. Deməli ehtimal olur 10'a 7'dir. T hərfi də çıxdı. Yerdə qaldı 9 hərfi. Üçüncü dəfə A çıxmalıdır. A hərfi 4 ədəd idi. Biri çıxmışdı axı. Biri çıxmışdı, qalmışdı 3'ü. Oldu 9'da 3. Baxaq ixtisarına 4 ilə 12 yaparsaq 5 qalar, 2 qalar. 9'da da 3 yaparsaq məxrəc 3, surət 1. Məxrəcimiz neçə oldu? Deməli 11 vurulsun 5, 55. Bu yazaq hələ 55 vurulsun 100 surətdən qaldı. 2 vurulsun 7. Buna da fərq edilir. Surətimiz 14, məxrəcimiz isə olur 165. Bu da bizə verilir B variantında. Keçid alırıq 41-ci suala. Oxşar sualdır. Bu dəfə qutuda 5 sayda A hərfi var. 5 sayda A hərfi var. N 6 saydadır. Və təsadüfən bir olmakla ardıcıl olarak cəmi 3 hərf seçilir. Hərflərin çıxarıldığı ardıcıllıqla ana yazısının alınması hadisəsinin ehtimalı. Yəni birinci dəfə A çıxmalıdır. Cəmi 11 hərf var. Birinci dəfə ehtimalımız deməli 11'də 5'dir. Çünki A hərfi çıxmalıdır. A-nı çıxartdıq. Qaldı 10 hərf. 10 hərf qaldı. İkinci dəfə N çıxmalıdır. N hərfi 6 saydadır. Onda 6. Bir hərf də çıxdı. Qaldı deməli 9 hərf. Üçüncü dəfə yenə deməli A çıxmalıdır. A-nın biri çıxıb 5 deməli 5 sayda A hərfi var idi. Biri çıxıb qalıb. Bir baxaq ixtisara. 10 ilə 5 apararıq. Məxrəcə 2 qalar. 6 və 9'u 3 apararıq. 3 qalar. 2 qalar. Deməli surətdə qaldı 2 vurdu. Məxrəcdə də 11 vur 2 vur 3. Yəni 22 vurulsun 3. Burada da 22 ilə 2 yaparsaq məxrəcimiz 33. Surətimiz isə 4 qalar. Bu da bizə verir A variantında. 42-ci suala baxaq. Mağazada satışda olan telefonların 60% xarici, digərləri yerli istehsaldır. Xarici istehsal olan telefonların 5%, yerli istehsal olan telefonların ise 20% xətalıdır. Mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə bu telefonun yerli istehsal olması hadisəsinin ehtimalını tapın. Deməli, söhbət nədən gedir burada? Mağazada telefonlar var. Onların içində xarici istehsal olan da var. Deməli, xarici istehsal olan 60%dir. 60%. Digərləri yerli istehsaldır. Deməli 40% yerli istehsaldır. Xarici istehsal olan telefonların 5%-i xətalıdır. İndi baxaq, xarici istehsaldan xətalı olanları tapaq. 60'ı 5%, 60 olsun 5 bölünsün 100, 3'ü xətalı. Xətalı 100. Orada xətasız olan olur 57. 57 xətasızdır. İndi keçirik yerli istehsala.
Yerli istehsalda 40%'dir. Yəni qəbul edək 40 yerli istehsaldır. Bunlardan 20% xətalıdır. 40-ın 20%, 40-ın 5% hissəsi 8. Deməli xətalı olan 8 ədəddir. Onda xətasız olan 9,8, yəni 32 telefon var. Və mağazadan telefon alan müştərinin xətası olmayan telefon aldığına görə bu telefonun yerli istehsal olması hadisəsinin ehtimalını tapın. Əlbəttə ki, mağazadan telefon alan müştəri xətasız telefonların içindən seçəcək. Telefonu xətasız olanlar, xaricilər 57 ədəddir, yerli istehsal isə 32 ədəddir. Cəmi 89 xətasız telefon var. Deməli, mümkün hal sayı burada 89'a bərabərdir. Və alınan telefonun yerli istehsal olması hadisəsi, yəni yerli telefonların içində xətası olmayanlar 32 ədəddir. Ona görə də surətimiz də olacaq 32 və ehtimal da elə 89'da 32'ye bərabər olacaq. Bu da bizə verilib A variantında. Keçirik 43-cü suala. İlk 40 natural ədəd arasında təsadüfi seçilmiş birinin 40 ilə qarşılıqlı sadə ədəd mövcudu təşkil etməsi hadisəsinin ehtimalını tapın. Deməli, burada ilk 40 ədədin, yəni 1-dən 40'a qədər ədədlərin içində 40 ilə qarşılıqlı sadə ədəd cüdü təşkil edən biz ədədləri sayı verməliyik. 40 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapmaq üçün 40 bilirik ki 8 vurulsun 5'dir. Bu da 2 vurulsun 5 deməkdir. Və qarşılıqlı sadə ədədlərin də sayını tapmaq üçün bizim düsturumuz var idi. 1 çıxılsın 2'də 1 vurulsun 1 çıxılsın 5'də 1. Bu da bərabərdir. 2 vurulsun 5 vurulsun 2'də 1 vurulsun 5'də 4. Deməli, burada 5'lər gedir. 2 ilə 2'nin kubu 4 vurulsun 4. Cevap olur 16. Deməli, 40 ilə qarşılıqlı sadə olan 16 ədəd var və bizdən ilk 40 natural ədədin içindən təsadüfən seçilmiş bir ədədin 40 ilə qarşılıqlı sadə ədəd olması hadisəsinə ehtimalımız var. Deməli, məxrəcimiz 40'dır, çünki 40 ədəd var. Qarşılıqlı sadə ədədlərin də sayı 16'dır. 16'nı da 40'a böləndən, deməli, 0'dan 10'da 4 bizə adi kəsimlər verilir. 8'e sayacağız. Surətimiz 2, məxrəcimiz isə 5, doğru cavab olur A variantı. Geçirik 44-cü suala. Sinifdə 15 qız və 5 oğlan oxuyur. Fişqətmə nəticəsində ilk növbətçinin qız, ikinci növbətçinin isə oğlan olması hadisəsinin ehtimalını tapın. Sinifdə cəmi 15 üstə gəlmiş 20 nəfər şagird var. 20 nəfərin içindən 2 nəfər seçiləcək. İlk növbətçi qız olmalıdır. Birinci, deməli, qızın seçilməsi ehtimalı olur 20'də 15. İkinci isə deməli, oğlan olmalıdır. Birinci artıq seçilib qaldı 9 nəfər. İkinci növbəsi isə oğlan olmalıdır. Oğlan da 5 nəfərdir. İkisər isə məxrəcdə burada 4 qalır. Deməli, 4 bölüsün 19. Məxrəcimiz olur 76. Surətimiz olur 15. Bu da bizə verilir B variantında. Keçirik 45-ci suala. Mahnı müsabiqəsində 60 nəfər iştirak edir və iştirakçılar ardıcıl olaraq 1-dən 60'a qədər nömrələnir. Çıxış etmə növbələri pişqətmə yolu ilə təsadüfi qaydada müəyyən edilir. Müsabiqədə çıxış edən Muradın növbəsinin 5'ə tam bölünən tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, ədədlər burada 1-dən 60'a qədər nömrələnir. 1'dən 60'a qədər. Yəni 60 burada mümkün hallar və Muradın növbəsinin 5'ə tam bölünən tək ədəd olması hadisəsi. Bütün bölünən tək ədəd olması 5'də başlayır, 5, 15 və s. Ondan artıq da yəni 25, 35, 45 və sonuncu da olacaq 55. Deməli 2, 4, 6. Nəfəs 60, sürət 6, bu da 0'dan 11'e bərabərdir. Doğru cevabımız olur B variantı. Keçid alırıq 46-cı suala. 2 zəri bilgiyyatlıqda düşən xalların hasilinin 8 olması hadisəsinin ehtimalını tapın. Deməli, hasil 8 olmalıdır.
Onda birinci zərbə 2, ikinci zərbə gəlir 4 olsun və yaxud birinci zərbə 4, ikinci zərbə 2 olsun ki, hasil 8 olsun. Başqa cür hasilin deməli 8 olması halı yoxdur. Məxrəc 36-dır. Mümkün halların sayı sürət 2-dir. Əlverişli halların sayı. Bu da 18 ilə bərabərdir. Yəni Y variantı. Keçirik 47-ci suala. Kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya C sırasından olması hadisəsinin ehtimalını tapın. Deməli, boş yerlərin sayına baxaq. Yəni, bilet alınmamış, belə deyək də, yerlərin sayı A sırasından deməli, 3, 4, 5, 6, 7, 8. 8 bilet alınmamış yer var. Deməli, B sırasından 2, 4, 5. 5 nəfər. 5 deməli bilet satılmamış yer var. C sırasından 2, 4, 6, 7 ədəd bilet qalıb. D sırasından da 2, 4, 5. 5 ədəd satılmamış bilet qalıb. Cəmi 13, 12. Cəmi deməli 25 satılmamış bilet var. Və növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya C sırasından olması və ya deyəndə ehtimalların birləşməsidir, toplanmadır. A sırası 8 satılmamış bilet var. Üstəgəl 25'də C sırasında da 7 satılmamış bilet var. Cəmi olur 25'də 15. Bu da 5'e sayı getsə qalır. 5'də 3 bizə də ümid kəsilmən verib 0,6 yəni C variantı. 48-ci suala baxaq. Bütün iki rəqəmli natural ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılıb, torbadan təsadüfən seçilən bir vərəqin üzərindəki ədədin 7-yə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Buna aid əvvəlki sualların içində də var idi. Bütün iki rəqəmli ədədlərimiz bilirik ki, 10, 99 parçasında yerləşdirir. Yəni 90 iki rəqəmli ədədimiz var. Və bu 90 ədədin içindən bir ədəd çıxarılmalıdır. Həmin ədədin də 7-yə bölünən ədəd olması hadisəsinin ehtimalını tapmalıyıq. Əlbəttə ki, 7-yə bölünən iki rəqəmli ədədlərin sayını bilməliyik. Çünki torbadakı ədədlər hamısı iki rəqəmli ədədlərdir. İki rəqəmli ədədlərdən sonuncusu, yəni 7-yə bölünən ədədlərin sonuncusu deməli 98-dir. 98-i 7-yə böləndə olur 14. Amma bu 14 ədədin içində 7 özü də 7-yə bölünür. Deməli, birinci qırılır, 7 qalır 13. Yəni, iki rəqəmli ədədlərin içində 13 dənə 7-yə bölünən iki rəqəmli ədəd var. Ümumilikdə, deməli, 99'a qədər 14 ədəd 7-yə bölünür. Onlardan biri 7 özüdür, yəni bir rəqəmlidir. Ona görə 14'dən biri çıxdı. Deməli, əlverişli hal sayı 13'dür. Mümkün hal sayı 90'dır. ehtimalımız olur 90'da 13, yani C variantı. 49. sual. A hadisesinin baş verməsi ehtimalı 0,2 və bu hadisədən asılı olmayan B hadisesinin baş verməməsi ehtimalı 0,4 olarsa A və B hadisələrinin eyni zamanda baş verməsi hadisəsinin ehtimalını tapın. Deməli, A hadisəsinin baş verməsi ehtimalı 0,2'dir. A hadisəsinin baş verməsi ehtimalı 0,2'dir. Bizdən A və B hadisələrinin hər ikisinin eyni zamanda baş verməsi hadisəsinin ehtimalı soruşur. Deməli, biz B hadisəsinin də baş verməsi ehtimalını bilməliyik. Amma bizə B hadisəsinin baş verməməsi ehtimalını verib 0,4. Əgər B hadisəsinin baş verməməsi ehtimalı 0,4'dürsə, fonda baş verməsi ehtimalı 1 çıxılsın 0,4'ə bərabər olmalıdır. Yəni, bir hadisənin baş verməsi və baş verməməsi ehtimallarının cəmi ilə bərabər olmalıdır. Deməli, B hadisəsinin də baş verməsi ehtimalı olur 0,6 və sonda A və B hadisələrinin eyni zamanda baş verməsini soruşur. Ona görə də bu hadisələrin ehtimalları bir-birindən qorunmalıdır. 0,2 bölünsün 0,6, bu da bizə verir 0,12, yəni A variantı. 50. sual. A çoxluğunun altı çoxluqları arasından təsadüfi olaraq seçilmiş birinin ardıcıl natural ədədlərdən ibarət 2 elementli çoxluq olması hadisəsinin ehtimalını tapır. Deməli, bizə birdən bir qədər ədədlər verilir. 5 elementli çoxluqdur. Əvvəlcə bu çoxluğun bütün alt çoxluqlarının arasından
Yəni bu cümləyə fikir verək. 5 elementli çoxluğun bütün alt çoxluqlarının sayı deməli 2 üssü 5 bərabərdir 32. Bilirik ki, alt çoxluqların sayı 220 üsulü ilə tapılır. Və əlverişli halların sayını tapmaq üçün deyir ki, hallardan birinin ardıcıl natural ədədlərdən ibarət 2 elementli çoxluğu olmasın. 2 elementli ardıcıl deməli çoxluq burada olacaq 2. Yəni bir kere ardıcıl olmalıdır. 2-3 ola bilər. Sonra 3-4 ola bilər. 4-5 ola bilər. Bir ardıcıl olsun. Deməli əlverişli hal sayı da 4'dür. Mümkün hal sayı 32'dir. 32'də 4 vabis olur. 8'də 1 yəni A variantı. Keçirik 51-ci suala. 2 zər atıldıqda düşən xalın biri 5, digəri sadə ədəd və cəmin tək ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli 2 zər atılacaq. Düşən xallardan biri mütləq 5'dir və digəri sadə ədəd olmalıdır. Və cəmi də tək ədəd olmalıdır. Sadə ədədlər hansılardır? Zərdə deməli 2'dir, 3'dür və 5'dir. İndi birinci zərdə bir əgər xalı çıxıbsa, digər sadə ola bilər 5-2 və 2-5. Düzdür. Və yaxud biri 5'dirsə, digəri ola bilər 3, 5-3, 3-5 ola bilər. Və birinci zərdə 5, ikinci zərdə də yəni 5 ola bilər. Amma bizə deyir ki, cəm tək ədəd olsun. Cəm tək ədəd olması halı bizdə ancaq 5-2 və 2-5'dir. Çünki onları toplayanda bizə 7 verir. Deməli 2 zər atıldıqda bütün mümkün halların sayı 36'dır. Əlverişli hal sayı isə burada 2'dir. Deməli ehtimalımız da bərabər olur. 18'də 1 yəni Y variantı. Keçirik 52-ci suala. 1, 2, 3, 4, 5 rəqəmlərindən rəqəmlər təkrar olunmamaqla düzəldilməsi mümkün olan bütün 5 rəqəmli ədədlərdən təsadüfən götürülmüş birinin 12 ilə qurtarması hadisəsinin ehtimalını tapın. Ədədlə daha verilmiş deməli bu 5 rəqəmlər, yəni 1, 2, 3, 4, 5. Baxın bu 5 rəqəmlər təkrar olunmamaqla düzəldilməsi mümkün olan 5 rəqəmli ədədlərin sayı. Yəni bu ədədlərin yerini dəyişdirdikdə müxtəlif 5 rəqəmli ədədlər alına bilər. Biz də deyirik ki, deməli verilmiş elementlər bütün yer dəyişmələrinin sayı. Verilmiş elementlərin bütün yer dəyişmələrinin sayı n faktorial deməli düsturu ilə tapılır. N faktorial. Burada da 5 ədəd var. Deməli mümkün halların sayı 5 faktorialdır. 5 faktorial ədəd bu 5 elementin yerini dəyişdirir. Yəni 5 elementli ədədlər düzəltmək olar. 5 faktorial da 120'yə bərabərdir. Deməli mümkün halların sayı 120'dir. Və bizdən əlverişli hallar sayı belə deyilir ki, götürülmüş birinin 12 ilə qurtarması hadisəsinin ehtimalını tapın. Həmin bu düzəldilən 5 elementli ədədlərdən 12 ilə bitənlərə baxaq. Yəni 1, 2, 3, 4, 5. 5 elementli ədədin sonu 12 ilə bitməlidir və əvvəlində 3 ədəd var. Bu ədədləri seçim üsullarını müəyyən etmək lazımdır. Deməli, bir rəqəmli və 2 rəqəmli əgər deməli artıq seçilib, bir rəqəmli və 2 rəqəmli deməli 4-cü ədəd bir üsulla seçilə bilər, 5-ci ədəd də bir üsulla seçilə bilər. Çünki bizim bir rəqəmimiz də elə bir ədəd, 2 rəqəmimiz də bir ədəddir. Yəni sonuncular bir üsulla seçilə bilər. Axı rəqəmlər təkrarlanmır. 5 ədədimiz var idi. 1, 2, 3, 4, 5. 1 və 2 seçildi. 1 və 2 seçildi. Qaldı 3, 4, 5. Deməli birinci ədəd 3, 4, 5 ədədlərindən biri ola bilər. Yəni 3 üsulla seçilə bilər. 3 ədəddən biri seçilə bilər. Biri də seçiləndən sonra qalır ikisi. İkinci ədədimiz 2 üsulla seçilə bilər. Və sonra bir ədəd qalır. Deməli üçüncü ədədimiz də bir üsulla seçilə bilər. Bunları da bir-birinə quramda olur 3 vurulsun 2, yəni 6 üsulla sonu 12 ilə bitən, yəni belə deyək də sonu 12 ilə bitən burada 6, 5 rəqəmli ədədimiz var. Bu da əlverişli halların sayı. Deməli, məxrəcimiz olur 120, mümkün halların sayı, surətimiz isə olur 6,
Və bu da 6-ya ixtisar gedəndə məxrəc 20, surət 1, ehtimalımız 20-də 1, doğru cavabımız olur A variantı. Keçirik 53-cü suala. Yenə də 1, 2, 3, 4, 5, 6 rəqəmlərində rəqəmlər təkrar olunmamaqla düzəldilməsi mümkün olan bütün 6 rəqəmli ədədlərdən təsadüfən götürülmüş birinin 2 ilə qurtaran ədəd olması hadisəsinin ehtimalını tapın. Oxşar sualdır. 1, 2, 3, 4, 5, 6 ədədlərində rəqəmlərin yerini dəyişdirməklə 6 rəqəmli deməli ədəd düzəltmək lazımdır. Bunların sayı 6 faktorial olacaq. 6 faktorial 100 deməli 720'ye bərabərdir. 6 faktorial 5 faktorial 120, 120'de 6'ya vururuq. 720'ye bərabərdir. Deməli mümkün halların sayı 720'dir. Qalır əldə işli halların sayı. Deməli 2 ilə qurtaran ədəd olmalıdır. Sonu deməli 6 deməli element 6 rəqəmli 1, 2, 3, 4, 5, 6 6 rəqəmli ədəddir. Sonu mütləq 2 ilə bitməlidir. Yəni sonunda bir üsul var. Mütləq 2 olacaq. Yəni biz bura ancaq seçimlərin sayını yazırıq. Biri sonuncu seçildi. Yəni 2 ədədi mütləq bu sona gedəcək. Qalır 5 ədədimiz. Birincisi 5 üsulla seçilə bilər. Biri də seçildi, qaldı 4'ü. İkincisi 4 üsulla seçilə bilər. Üçüncüsü 3 üsulla. Dördüncüsü 2 üsulla. Bir ədəd qaldı. Bu da beşincisi də bir üsulla seçilə bilər. Çünki rəqəmlər təkrar olunmamalıdır. Və hesablayırım. 5 arasında 20. 20 çarpırdıq 60. 60'ın 2'ye vurduq. 120. Son 2 ilə bitən burada 120 ədəd var. Məxrəcimiz olur 720. Surətimiz olur 120 və bu da ikisindən gedir. Cavab qalır 6'da 1. Doğru D variantı. Dördüncü sual. A çoxluğunun elementlərinin sayı 21, B çoxluğunun elementlərinin sayı 9, onların ortaq elementlərinin sayı 3'dür. Bu çoxluqların birləşməsindən təsadüfən götürülən bir elementin ortaq element olması hadisəsinin ehtimalını tapın. Buna aid aşağıda suallar işləmişik. Əvvəlcə onların birləşməsini tapmaq lazımdır. A və B çoxluqlarının birləşməsinin elementlərinin sayı, onların sayını toplayıb ortaq elementlərin sayını çıxırıq. 21 üstə gəldi. Bu çıxılsın ortaq elementlərinin sayı, yəni 3 bizə verir 27. Deməli məxrəcimiz 27'dir. Mümkün halların sayı 27. Ortaq elementlərin sayı 3. Bu da əldə işli halların sayı. Cavab olur 9'da 1. Bu da bizə verilir A variantında. Keçirik 55-ci suala. Tarix fənni üzrə 40 biletdən 18'ində xətai haqqında sual var. Hər biletdə bir sual var. Təsadüfi seçilmiş 2 biletdə xətai haqqında sualın olmaması hadisəsinin ehtimalını tapın. Deməli 40 biletdən 18'ində xətaiyə aid sual var. 40'dan 18'i tap. 7'də qalır 22. 22'də deməli 22 biletdə xətaiyə aid sual yoxdur. Bizə də deyir ki, sualın xətai haqqında sualın olmaması hadisəsinin ehtimalı. Təsadüfən 2 bilet seçilir. 40 biletdən ikisi seçiləcək. Bu mənim məxrəcimiz olacaq kombinizon 40'dan 2'yə. Və hər biletdə də bir sual var. Təsadüfən seçilmiş 2 biletdə xətai haqqında sualın olmaması hadisəsinin ehtimalı. Deməli, olmaması 22 ədədi. Deməli, 22'nin içindən seçilməlidir. Kombinizon 22'dən 2. Məxrəcdə 40'dan 2 var. Geri sayırıq 40 vurulsun 39. Məxrəcimiz də 2 faktorial yəni 2. Surətdə də 22'dən 2 var. Geri 22 vurulsun 21. Bölünsün 2 faktorial yəni 2. 22 ile 2 ixtisar gelir. 11 vurulsun 21. 40 ile 2 ixtisar gelir. 20 vurulsun 39. Deməli 21 də 39 aparaq 3'ə. Məxrəcimiz 13. Surətimiz 7. 13 vurulsun 2 oldu. 2 də 60. Surətimiz də deməli 11 vurulsun 7 yəni
77. Doğru cevabımız oldu. Y variantı. Keçid alırıq 56-cı suala. Açıqlığın elementləri mənfi 3-7 intervalından olan tam ədədlərdir. Təsadüfən açıqlığında seçilmiş iki elementdən birinin müsbət digərinin mənfi ədəd olması hadisəsinin ehtimalını tap. Deməli, mənfi 3-7 intervalı. Mənfi 3-7. Baxaq görək bu intervalda tam ədədlərin sayı, mənfi ədədlərin sayı 3, müsbət ədədlərin sayı 7 iştirak etmir, 6 müsbət ədəd var və bir də 0 iştirak edir. Deməli, təsadüfən açıqlığından 2 element seçiləcək. Cəmi 10 element var. 10 element var cəmi, çünki 0-da iştirak edir. Deməli, məxrəcimiz olacaq kombinasyon olunan 2-yə. Və seçilən ədədlərdən biri müsbət olacaq, digəri isə mənfi. Müsbət ədədlər 6-dır. Deməli, biri 6 müsbət ədədin içindən seçilməlidir. Kombinasyon 6-dan 1, biri də mənfi olmalıdır. 3-dən 1. Deməli, məxrəcimiz 12, 10 vurulsun 9 bölünsün 2 faktoriyalı, yəni 2, 6-dan 1 elə 6-dır, 3-dən 1 elə 3-dür. Diqqətlə fikir hesablamaya, ondan 2 iftisar gedir, 5 vurulsun 9, rəqimiz 6 vurulsun 3. 3'e 9 daxilaq məxrəc 3, 6-da 3'e bölünür 2, surət 2, məxrəc 5. Cavab olmuşçasından verilir 0'dan 10'da 4. Böyle cevap olur A variantı. Keçid alır 57. suallar radyosu yer olan çevreye ait olan ve ait olmayan nöqtələr göstərilmişdir. Tesadüfi seçilmiş iki nöqtənin çevrenin merkezinden mesafesinin elden kiçik olması hadisesinin ehtimalını tapın. Baxaq burada nöqtələrin sayına var. Nöqtələrin ümumi sayı 1, 2, 3, 4, 5, 6, 7, 8. Ümumi 8 nöqtə var. Nöqtə 8. Ümumi 8 nöqtə var. Tesadüfi seçilmiş iki nöqtənin çevrenin merkezinden mesafesinin elden kiçik olması hadisesinin ehtimalı. Deməli, 2 nöqtə seçiləcək. Kombinasyon 8'dən 2'ye. Və elden kiçik olması hadisəsi. İndi fikir verək, mərkəzdə yerləşən nöqtələrə fikir verin. Deməli, C, D, Y, K. Bunların məsafəsi elden kiçikdir. Yəni 4 tane nöqtə. Bunlardan ikisi seçiləcək. Çünki seçilmiş iki nöqtənin mərkəzindən, çevrenin mərkəzindən məsafəsinin elden kiçik olması. Deməli, hadisəsi deyir. Hesablamaya baxaq. 8 vurulsun 7 bölünsün 2 faktorial. 4'ten 2'ye 2 var. Geri sayıda 4 vurulsun 2 faktorial. 4'e 2 verir. Deməli, 4'den 2 gedir. 2 vurulsun 8'den 2. 4 vurulsun 7. 2 də 4 vurur. Məxrəc 2 qalır. Məxrəcimiz olur 14. Surətimiz olur 3. Doğru cevap olur A variantı. 58. suala baxırıq. 2 zər və 2 dəmir pul eyni zamanda atılır. Zərlərin hər ikisində tək ədədin, dəmir pulların isə hər ikisində xəritə üzünün düşməsi hadisəsinin ehtimalını tapın. Deməli, zərdəki tək ədədlər 1, 3, 5. Deməli, zərdə 3 tək ədəd var. 1, 3, 5. Zərlərin hər ikisində tək ədəd düşsün. Deməli, birinci zərdə mümkün halların sayı 6. Tək ədədin düşməsi 3 tək ədəd var. Əlverişli hal sayı 6'da 3 olur. Deməli, ehtimal 6'da 3 olur. İkinci zərdə də yenə də 6'da 3 olur. İndi dəmir pullara baxırıq. Hər ikisində xəritə üzünün düşməsi. Deməli, 2 mümkün hal var. 2 üzü var dəmir pulun. Bunlardan da biri xəritədir. Deməli, 2'də 1 vurulsun 2'də 1. 6'da 3, 6'da 3, 2'də 1 edir. Deməli, 2'də 1, 4 dəfə üzünə vurularda olur. 16'da 1, doğru cevabımız olur B variantı. Keçirik 59. suala. İlk 184 natural ədədin içərisindən təsadüfən seçilmiş bir ədədin 4'ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalını tapın. Deməli, ilk 184 ədədin içərisindən seçiləcək və bu ədədin 4'ün 3 rəqəmli bölünəni olması. 4'ün 3 rəqəmli bölünəni olacaq. Deməli, 1'dən 184'e qədər ədədin içində
4'ün 3 rəqəmli bölünənləri başlayacaq 100'dən. 4 aylık artacaq. 100'dür vesaire. Sonuncusu olacaq 184. Şimdi bu ədədlərin sayı tapmaq üçün sonuncudan birini çıxırıq. Böyle aralarındaki fərqə 4'də üstünə gəlirik 1. Bu bizim qaydamızdır. 184'dən 100'ü çıxdıq 84 bölü 4'də. Deməli 21 üstünə 1 gəlirik 22. Deməli 22 ədəd 4'ün 3 rəqəmli bölməni var. İndi ehtimala baxırıq. İlk 184 ədədin içindən seçiləcək məxrəcin 184'dür və 4'ün 3 rəqəmli bölünənlərin sayı da 22'dir. Ve 2'ye etsel surət 10 deyil, məxrəcin isə olacaq 92. Doğru cevabımız olur A variantı. 60. sual. İlk 186 ədəddən təsadüfən seçilmiş bir ədədin 3'ün 3 rəqəmli bölünəni olması hadisəsinin ehtimalını tapın. Yine de oxşar qayda ilə həll olunur. Deməli, 1'dən 180'e qədər ədədlərin içində 3'ün 3 rəqəmli bölünənləri. Deməli, 100'den sonra 102 bölünür. 3 artacaq. Deməli, 105 vesaire sonuncu 187 3'e bölünür. 180'den 102'ni çıxırıq. Böyle iki aralarındaki fərqə 3'e üstünə gəlirik. Bu da bizə nə verir? Deməli, 78 bölünsün 3 üstə gəl 1, 26 üstə gəl 1, 27 ədəd 3'ün 3 rəqəmli bölünəni var. Məxrəcimiz 180, mümkün halların sayı, 27 də 53 halların sayı, 9'a ixtisar geçsə məxrəc olur 20, surət isə 3, doğru cevabımız olur B variantı. Keçirik 61. suala. A, B, C, D, Y, F nöqtələri bir düz xət üzərindədir. Bu nöqtələrdən təsadüfən seçilən iki nöqtədən yalnız birinin çevrəyə aid olması ehtimalını tapın. Əldə silən nöqtələrin ümumi sayına gələn fikir verək. Deməli 6 nöqtə var. 6 nöqtədən ikisi seçiləcək. Və onlardan yalnız biri çevrəyə aid olacaq. Çevrəyə aid olan nöqtələr C və D nöqtələrdir. Yəni 2 nöqtə çevrəyə aid deyil, 4 nöqtə aid deyil. 2 nöqtə seçiləcək. Onlardan ikisindən biri ya C ya D olmalıdır. Digəri isə 4 nöqtədən biri olmalıdır. Deməli, məxrəcimiz olacaq 6 nöqtədən kombinizon 6, 2. Çünki 6 nöqtənin içində ikisi seçiləcək. Onlardan yalnız birinin çevrəyə aid olması. Çevrəyə aid olanda 2 nöqtə var. Deməli, kombinizon 2'den 1. Yəni biri çevrəyə aid olanlardan seçiləcək. Diğer ikinci nöqtə isə aid olmayan, yəni 4 tane nöqtə A, B, Y, F. Həm də 4 nöqtədən biri olmalıdır. Yəni kombinizon 4'ten 1. Baxırıq hesablamaya. Deməli 6'dan 2 var 2'ye saydıq 6, 5. Bölünsün 2 faktoriyalı yəni 2. Kombinizon 2'den 1 ilə 2'dir. 4'ten 1 ilə 4'e bərabərdir. Məxrəcimiz olur. Deməli 3 vurulsun 5. Surətimiz də olur. 2 vurulsun 4. Yəni deməli 15'te 8. 15'te 8. Doğru cevabımız olur B variantı olur. 62. sualda oxşar sualdır. Yenə də A, C, D, Y, F nöqtələr bir düz xətin üzərindədir. Bu nöqtələrdən ikisi özü çevrəyə aiddir. C və D nöqtələri, 3'ü isə aid deyil. A, Y, F nöqtələri çevrəyə aid deyil. Bu nöqtələrdən təsadüfən seçilən iki nöqtədən birinin çevrəyə aid olması, digərinin aid olmaması hadisəsini tapın. Yəni 5 nöqtədən deməli ikisi seçiləcək. Kombinizon 5'ten 2'ye və onlardan biri çevrəyə aid olmalıdır. Ya C ya da D olmalıdır. Yəni çevrəyə aid olan 2 nöqtə var. Onlardan biri seçilməlidir. Digər nöqtə isə aid olmayan nöqtələrdən, yəni 3 nöqtədən A, Y, F nöqtələrindən 3'ündən biri olmalıdır. Kombinizon 3'ten 1'e. Deməli, məxrəclər 5'ten 2'ye, 2 var geri sayırıq 5'dür. Bölünsün 2 faktoriyalı yəni 2. Kombinizon 2'den 1'e 2'dir. 3'den 1'e de 3'dür. Böyle 2'ni burada aparırıq. Məxrəcimiz olur 5 bölünsün 2. Öğretmen de olur 2, 3, 2'ler de burada gedəndə deməli cevabımız olur 5'te 3. Bu da bizə verir B variantında. Keçirik 63. suala. Məktəbin müxtəlif dilləri bilən şagirdlərinin sayı cədvəldə verilmişdir. Beynəlxalq tədbirdə iştirak etmək üçün təsadüfən seçilən 2 nəfərdən birinin ingilis dilini bilən oğlan, digərinin alman dilini bilən qız olması hadisəsinin ehtimalını tapın.
Görəcəyimi neçə şagird var. Deməli, Alman dilini bilən 30 nəfər, 30 iştəgər, Fransız dilini bilən 40 nəfər, İngilis dilini bilən isə 50 nəfər var, cəmi 120 nəfər şagirddir. 120 nəfər, bunların içindən 2 nəfər seçiləcək. Deməli, kompetensiya 120-dən 2, cəmi 2 nəfər seçiləcək. Bunlardan biri Alman dilini bilən qız olmalıdır. Digəri isə İngilis dilini bilən, baxın İngilis dilini bilən oğlan, digəri isə Alman dilini bilən qız olmalı. İngilis dilini bilən oğlanlara baxaq. Deməli 20 nəfərdir. Kombinasyonu 20-dən 1, yəni digəri isə olmalıdır. Alman dilini bilən qız. Alman dilini bilən qız da 18 nəfərdir. Deməli kombinasyon 18-dən 1. Məxrəcimiz 120-dən 2 var. Bir sayaq 120 vurulsun 119 bölünsün 2 parçalayalı, yəni 2. 20-dən 1 ilə 20, 18-dən 1-dən 1-ə 18-ə bərabərdir. Burada da 122-yə bölək. Məxrəc olur 60 vurulsun 119. Surət də olur 20 vurulsun 18. 20-60 qeydib ödül çıxalır. 18-də 3-ə surət olur 6. Məxrəc olur 119. Bu da bizə verilir A variantında. Keçirik. Deməli 64-cü suala. A çoxluğunun elementləri arasından təsadüfi seçilmiş ikisinin cəminin 7-yə bərabər olması hadisəsinin ehtimalını baxın. A çoxluğunun elementlərinə baxaq. Deməli, A çoxluğunun elementləri 1-dən 5-ə qədər ədədlərdir. 1, 2, 3, 4, 5. Bu elementlər arasından təsadüfən ikisi seçiləcək. Onların cəmi 7-yə bərabər olmalıdır. Cəmi 7-yə bərabər olan ədədlər burada. Deməli 2, 5 və 3, 4-dür. Yəni əlverişli hal sayı 2-dir. Məsələsimiz olacaq. Deməli, kombinizon 5-dən 2-yə, 5 elementdən ikisi kombinizon 5-dən 2-yə üsulda seçilə bilər. 2 də əlverişli halımız var. Deməli, kombinizon 5-dən 2-yə, 5-dən 2 var, geri sayırıq, 5 olmasın, 4-dən 2 başlayalım, yəni 2. Sürətimiz 2, məxrəcimiz isə 5 olmasın 2, yəni 10. Cavabımız olur 0'dan 10'da 2. Bu da bize verilir C variantında. 65-ci suala baxaq. Şahmat turnirində 22 şahmatçı iştirak edir. İlk görüşəcək 2 şahmatçının təyin edildiyini bilərək növbəti görüşün Rəcəbovla Karpov arasında olması hadisəsinin ehtimalını tapın. Deməli 22 şahmatçı var. İlk görüşəcək 2 şahmatçı artıq təyin edilib. Yəni 2 nəfər artıq təyin edilib, qalıb 20 nəfər. 20 nəfərin içindən seçilən, yəni növbəti görüş üçün seçilən 2 nəfərin Rəcəbovla Karpov olması hadisəsinin ehtimalı. Deməli burada məxrəcimiz artıq kombinizon 20-dən 2-yə olacaq. Çünki 2 nəfər artıq təyin edilir. Növbəti 2 nəfərin Rəcəbovla Karpov arasında olması hadisəsi. Əlverişli hal sayıda burada artıq məlumdur. Rəcəbovla Karpov yəni artıq təyin edilir ki, yəni mütləq bunlar olmalıdır. Yəni ona görə də əlverişli hal sayıda burada 1 qəbul edilir. Deməli məxrəcim kombinizon 20-dən 2-yə, 20 bölünsün 19 bölünsün 2, surətimiz də 1. Burada da 20-yə 2 getsə, məxrəc olur 190, surət də olur 1. Deməli cavabımız olur 190'da 1. Hələlik videonu burada saxlayıram uşaqlar. 65'e qədər sualları izah elədim. Tezliklə tapşırıqların ardının da izahı gələcək. Hələlik sağ olun, görüşənə qədər.